Baxmış olsaq, bütün peyğəmbərlərin vəsiləri olub, özlərindən sonra peyğəmbər olub. Amma sonuncu peyğəmbərimizin özündən sonra peyğəmbər gəlməsə də, amma vəsi imam olaraq Əmirül Möminin Əli əleyhissalamın imamətini elan etmiş. Bir sözlə, möhtərəm cəmaatımız, bugün vilayət bayramıdır. Bugün Əmirül Möminin Əli əleyhissalamın bəşəriyyətə imam olaraq təqdim olduğu bir gündür. Əslində, bilirsinizmi, insanların problemləri çox vaxtı məlumatın azlığına görə olub. Yəni, bir məsələnin barəsində məlumatın azlığı görürsən ki, hikmətin, onun mahiyyətinin başa düşülməməsinə səbəb olub. Əmirül Möminin Əli əleyhissalam buyurur, Kunu duaten linnas bi qeyri əlsinətkum. İnsanları dillərinizlə deyil, əməllərinizlə, gözəl, xoş rəftarlarınızla dəvət edin. Bir sözlə, bilirsinizmi bizim sözümüz insanlardan nə zaman təsirə malik olar? Nə zaman daha təsirli olar? O zaman ki, onlara etdiyimiz öyüd və nəsihətləri öz həyatımızda tətbiq edək.